Salam dostlar, hər birinizi kanalımda xoş gördük. Bugünkü videoda mən sizinlə çox ləzzətli, dadlı, qədim Azərbaycan yeməyi olan gicitkən xəngəlinin hazırlanmasını bölüşürəm. Bu yeməyi cincar girsi də adlandırırlar. Hər zona bir cür adlandırır. Siz necə adlandırırsınız? Siz necə deyirsiniz bu yeməyə? Rəylərdə bildirsəniz, mənim üçün də çox xoş olar. Beləliklə mən gicitkənləri toplayıram. Bildiyiniz kimi gicitkən çox faydalı bir bitkidir. Faydaları çoxdur. Gicitkənləri topladıqdan sonra axar suyun altında yaxşıca yuyuram. Təmiz yuduqdan sonra aş süzəndə biraz suyunun süzülməsi üçün gözlədirəm. Sonra isə qazanda su qoymuşam qaynamağa. Qaynar suyun içərisində 1-2 dəqiqə pörtlətib bu cür götürürəm. Hissə bu cür 1-2 dəqiqə pörtlətib götürüb aş süzəndə yenidən suyunun süzülməsi üçün və soyması üçün gözlədirəm. Gicitkənin suyunu da atmıram. Gicitkənin suyu da çox faydalıdır. Bildiyiniz kimi saçları da çox faydası böyükdür. Saçlarınızı şampunla yuduqdan sonra gicitkənli suyla sonda durulaya bilərsiniz. Və yeməyi hazırlamaq üçün 1 ədəd böyük baş soğan götürmüşəm. Soğanı xırda-xırda doğradıqdan sonra tavaya 2 yemək qaşığı əridilmiş kərə yağı əlavə edib üzərindən doğradığım soğanları da əlavə edib qızılı rəng alana qədər ocaqda qızardıram. Bu arada dəyərli izləyicilərim, kanalıma hələ də abunə deyilsinizsə, abunə olub videomu bəyənməyi unutmayın. Sizin dəstəyiniz kanalımızın böyüməsi üçün çox vacibdir. Dəstəyiniz üçün hər birinizə təşəkkür edirəm. Gördüyünüz kimi artıq soğanlar da qızarır, hazırdır. Artıq ocağı söndürüb kənarda gözlədirəm. Və içliyə əlavə etmək üçün bizə lazımdır qoz ləpələri. Qoz ləpələrini də ət maşınından keçirdirəm. Ardından soyumuş halda olan gicitkənləri də yaxşıca əlimlə suyunu sıxdıqdan sonra ət maşınından keçirdirəm. Ardından yağ-soğan qarışımında içliyin üzərinə əlavə edib qarışdırıram və 1 çay qaşığı da duz əlavə edirəm. İçliyi yaxşıca qarışdırdıqdan sonra hələlik bir kənarda gözlədirəm. Və keçirəm xəngəlimizin xəmirini yoğurmağa. Xəmiri üçün 2 stəkan un götürmüşəm. Onun üzərinə 1 ədəd yumurta əlavə edirəm və yarım çay qaşığı duz əlavə edirəm. Ardından az-az su əlavə edərək xəmir yoğururam. Suyu xəmir aparan qədər istifadə edirik. Yaxşıca xəmiri yoğurduqdan sonra bir 10 dəqiqəliyə xəmiri dincəlmək üçün gözlədirəm. Sonra isə xəmiri 2 hissəyə bölüb, yəni 2 kündə hazırlayıb, başlayıram kündələri yaymağa. Xəmiri yaydıqdan sonra əlimdəki bu forma ilə yumru formalar kəsirəm. Siz istəsəniz stəkanla da kəsə bilərsiniz. Artıq qıraqlarından çıxan xəmiri də yenidən yumurlayıb sonda yayıb onları da yenidən bu cür istifadə edəcəm. İçlikdən əlavə etdikdən sonra bu cür videoda gördüyünüz formada qıraqlarını da bükürəm. Hərə bir cürə bükür. Mən bu cür gürzə formasında büktüm.
Eyni qayda ilə bütün xəmirləri bu cür hazırlayıram. Və burada isə qaynayan suyun içərisinə duz əlavə edirəm. Ardından xəngəlləri suyun içərisinə əlavə edirəm və bişirirəm. Xəngəllər bişənə qədər mən burada sarımsaqlı qatıq hazırlayıram. Artıq xəngəllərimiz bişib hazırdır. Boşqaba çəkib süfrəyə təqdim edirəm. Çox gözəl, dadlı bir yemək alınır. Xəngəlləri zövqə görə kərə yağı ilə də yağlayıram. İnanın ki, çox ləzzətli bir yeməkdir. Gicityanı sevməyənlər belə bu yeməyi yedikdən sonra inanıram ki, çox bəyənəcəklər. İçərisindəki qoz ləpəsi və yağ soğan başqa bir ləzzət qatır. Bu yeməyi sarımsaqlı qatıqla çox ləzzətlə nuş edə bilərsiniz. Hazırlayan hər kəsə nuş olsun, göz haqqınızı halal edin. Kanalıma abunə olub, videomu bəyənməyi unutmayın. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, var olun.